izləyicilər, bildiyiniz kimi bugün 44 günlük Vətən müharibəsinin şəhidi İbrahim Müqəşşəm Süleymanoğlu'nun anım günüdür. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ağzını koydun gittin ay bala beni kulağımı kandırdın ay bala. Ben ne istedim yolda ay bala. Can balamla. Her şeyim aramayı istedim yolda ay balamla. Ama bana ilgim yoktu ay balamla. Balam ortalıkta kalan canına kurban ay balamla. Ay gör babalamla. Ay balamla. Ay kızım adına koydum ben gittin ay balamla. Adamdan asını ters koymuş yeter ay balamla. Yabancıların salam ver ay balamla. Ay gör babalamla. Ya balamla. Ay balam. Ay balam büyücücünden geleyim misin ay balamla. Ay balam büyücücünden geleyim misin ay balamla. Koydun gittin ay bana beni. Ay yol denizde yıkılma, kanımla kurban ay balamla. Oğlum ortalıkta tek kalan ay balamla. Ay canımda kurban ay balamla. Ay görme balamla. Ay görme balamla. Anamda kurban ay. Anasına kurban ay bala. Doğramışsın anan kurban ay balam lay lay. Ay kolbu dağılan balam lay lay. Ay anasına kurban ay balam lay lay. Ay gör babalam lay lay. Ay nefesine çatmayan balam lay lay. Anan gözlerine kurban ay balam lay lay. Ay beni başını tek koyup giden, ay sırağımı söndürüp giden balam lay lay. Ay balam lay lay, sen balam lay lay. Suretul Fatiha ma selavat. Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Rahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nestaîn. İhdinas sıratal müstakîm. Sıratal lezîne en'amte gayril mağdûbi aleyhim veleddâllîn. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Allahümme salli ala Muhammed ve ala Amin. Analar, əziz atalar, əziz tədbirimizə təşrif buyuran qonaqlarımız. Tədbirimizə başlamamışdan öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda öz şirin canlarından keçən igid qəhrəman şəhid qardaşlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilir. Allah cəm şəhidlərimizin məqamını uca eləsin. Bəli, bugün rəşadətli ordumuz Hadrut qəsəbəsini azad etdiyi gün. O cümlədən Suqovuşan ərazisinin azad olunduğu gündür.
Azərbaycan ordusunun düşmən üzərində zəfər çalıb və heç bir gündə bir addım geriyə addım atan ordumuz olmuyor. Günümüz də olmuyor. Onlar hamısı bizim torpaqlarımızı düşmənlərdən təmizləyirlər. Bizim Qəşəm qardaşımız da öz igidliyi ilə, qəhrəmanlığı ilə həmişə sayılıb seçilən qardaşımız olur. Allah məqamını uca eləsin. Allah atasına, anasına, bacısına səbir versin. Və mən demək istəyirəm ki, onların Allahın izni ilə qızı ailə quracaq, yeni Qəşəmlər dünyaya gələcək və elə igid oğullarımız həmişə də yaşayacaq. Yəni onu anamız da bilsin, atamız da bilsin ki, onlar dünyasını dəyişsə də heç vaxtı bu oğullarımız yaddan çıxmayacaq. Çünki bu oğullarımız elə bir yükü Azərbaycan xalqının çiynindən götürüblər. Elə bir qara ləkəni alnımızdan götürüblər ki, onlar heç vaxt unudulmayacaq. İgid, qəhrəman kimi də bizim xalqımızın, gələcək nəslin ürəyində qalacaq. Nə qədər ki, Azərbaycan bayrağı ucalarda dalğalanır, həmişə də ucalarda qalacaqdır. Mən bu günlərin burada iştirak edən Əl-Mədədli kənd icra nümayəndəsinin və şəhid ailələrinin işləri üzrə şöbə müdürü Samir müəllimin, Hındırıstan kənd icra nümayəndəsi, o cümlədən Rahib Məmmədov adına Döyüş Şöhrət Muzeyinin rəhbəri Sahib müəllim və şəhid ataları, şəhid anaları, bütün ictimaiyyət burada iştirak eləyir. Mən yenə deyirəm, bizim hər birimizin məqsədimiz odur ki, şəhidlərimiz heç vaxt unudulmasın və unutturmayaq onları. Onlar unudulması deyil. Çünki həqiqətən də onlar elə bir tarix yazıblar ki, öz qanları bahasına. Bizim alınmaz qalalarımızı, yüzillər boyu bizim torpaqlarımız əsarət altında qalıbdır. O torpaqlarımız da artıq azaddır. Bugün Azərbaycanımız bütövdür bu oğulların sayəsində. Azərbaycanımız suveren dövlətdir bu oğulların sayəsində. Mən sözü Samir müəllimə vermək istəyirəm. Şəhidimizin döyüş yolundan danışmaq üçün. Sizi salamlayıram. Şəhid atalarını, tədbir iştirakçılarını, şəhid analarını. Bugün ətrafına yığışdığımız qəhrəman 1995-ci ildə Hındırıstan kəndində dünyaya göz açmışdır və 2001-2012-ci illərdə 66 saylı orta məktəb bitirdikdən sonra 2012-2014-cü illər ərzində vətənə borcunu xidməti başa vurduqdan sonra həmin kənddə yaşamağa başlamışlar ailəsi ilə birgə. Və nəhayət 2020-ci ildə vətən müharibəsi başlayan zaman səfərbərlik xidmətinə könüllü yazılaraq döyüşə qatılmışdır. Və oktyabr ayında məhz bu gündə qəhrəmancasına şəhid olmuşdur. Ölümündən sonra vətən uğrunda medalı ilə, Suqovuşanın azad olunması medalı ilə təltif olunmuşdur. Və mən həmişə vurğulayıram, istər Süleyman əmi ilə söhbət eləyərkən, istər Gülçöhrə xala ilə, onların müharibəyə qədər həqiqətən də olduqları ailədə, hansı ki o evdə, yəni adam oranı evi gidib gördükdən sonra baxırdım, fəxr edirdim ki, bu cür ailədə, bu kasıb, bu belə deyək, öz zəhmətkeş ailədə belə bir qəhrəman övlad yetişdirmişdir. Bu günlərim Qəşəmin ruhu şaddır, çünki onun qanını, canını fəda etdiyi Suqovuşan düşmən tapdağından azad olmuş. Orada artıq Azərbaycan bayrağı dalğalanır, artıq orada Azərbaycanlılar yaşayır. Onun bayaqlarım Qorxmaz müəllim də vurğuladı. Deməli, Süleyman əmigil Ağdamın Əl-Mədədli kəndindən. Və onun bir dəfə təxminən 2 il bundan öncə onun döyüş yoldaşı ilə söhbət edən zaman o həqiqətən də o Əl-Mədədli kəndini görməsə də, amma oraya onun bağlılığından danışdı. O ata yurduna qayıtmaq arzusunda olduğunu vurğulamışdı.
Bildiyiniz kimi bugün Ağdamın Əlmədətli kəndi işğaldan azad olunub. Artıq Ağdamda binalar tikilir və gələn ay nəzərdə tutulub ki, Ağdam şəhərin özünə ilk köç nəzərdə tutulub. Bunun hər biri son 5 ildə baş verən bütün proseslər həqiqətən də hər birimizin gözü önündədir. 5 ildə bizim demək olar ki, artıq 50 mindən artıq insan artıq Qarabağ ərazisində yaşayır. 1200-ə yaxın tələbəmiz Qarabağ Universitetində təhsil alır. Bu günlərim bütün festivallar, muğam festivalları olsun, digər dövlət əhəmiyyətli görüşlər olsun, həmin işğaldan azad olmuş ərazilərimizdə, Şuşa şəhərində, Laçında, Füzuli şəhərində keçirilir. Yəni bunun əhəmiyyəti ondan ibarətdir ki, bu qəhrəman oğullar oranı işğaldan azad etmişdilər ki, o torpaqlarda dirçəliş baş versin. Və bugün onların ruhu şaddır ki, artıq orada yeni nəfəslər var, artıq orada yeni qəşəmlər dünyaya göz açır. Bəli, evin yeganə oğluydu, adam onunla bağlı danışanda çox pis olursan. Gülçərə xala ilə söhbət edirsən, adam onunla danışanda özünü toparlaya bilmir. Amma onun Banu balamızın gözəl günləri olacaq. İnşallah onların gözəl Süleyman dayıcılar gözəl günlərə yığışacağıq. Bəli, arzuları çox idi, amma onun ən böyük arzusu elə özünün arzuladığı torpaqları işğaldan azad etmək idi. O öz arzusuna qovuşdu və bu günlərim biz bir millət olaraq, bir dövlət olaraq bu yaxınlarda bildiyiniz kimi Türk Dövlətləri Təşkilatının Qəbələ şəhərində iclası, zirvə toplantısı keçirildi. Bu günlərim bizim xalqımız gözəl günləri ona görə yaşayırıq ki, artıq dünyanın bütün yerlərində artıq Azərbaycanın tanıyırlar. Cənab Ali Başkomandana olunan o göstərilən diqqət, dəyər, qayğı bizim xalqımızın, ordumuzun birliyi və Cənab Ali Başkomandanın uğurlu siyasətinin nəticəsidir. Və 5 ildə gördüyümüz işlərə baxanda fikirləşirəm ki, növbəti 5 ildə o qədər gözəl işlər, bəlkə də biz növbəti 5 ildə artıq demək olar ki, bizim bütün məcburi köçkünlərimiz artıq öz şəhərlərində, öz kəndlərində bu qələbə bayramını qeyd edəcəklər. Bilirsiniz, gözəl insanlar, həqiqətən də 30 ilə yaxın çadır şəhərciyində demək olar ki, ən ağırlı, əzablı günləri görmüşdük. Amma bir içimizdə olan hər bir Azərbaycanlının, Ağdamlının içində bir sınıqlıq var idi ki, torpaqlarımız işğal altındadır. Və bu qəhrəman oğullar ona görə canlıları fəda etdilər ki, o torpaqların üstlərində düşmən at oynatmaz. Orada bizim babalarımızın orada məzarları, bizim babalarımızın ruhu oradaydı. Və bu günlərin biz haqq savaşında qələbə ilə çıxdıq. Və mən arzu edirəm ki, bir daha müharibə olmasın, heç bir əsgərimiz zədələnməsin. Allah Taala Cənab Ali Başkomandanı qorusun. Və mən rayon rəhbəri Cənab Vaqif Həsənov adından bütün şəhid ailələrinə başsağlığı verirəm, Süleyman əmiyə başsağlığı verirəm. Və biləsiniz ki, bizim dövlətimiz inşallah ki, bütün qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə gəlməyə qadirdir və dövlət rəhbərimiz, onun rəhbər təyin etdiyi şəxslər isə ancaq qarşıya qoyulan tapşırıqlar üzərində gecə-gündüz çalışırlar və biz həmişə Cənab Prezidentin yanında olmalıyıq, xalqımızın yanında olmalıyıq, Cənab Prezidentin rəhbər təyin etdiyi şəxslərin yanında olmalıyıq, əl-ələ verməliyik, tikib qrup yaratmalıyıq və burada olan bu körpə fidanlar gözəl günlər, həmin torpaqlarda gözəl günlər yaşasın ki, inşallah. Çox sağ olun, hər birinizə dərin minnətdarlığımı bildirirəm. Bu xiyabana mən bilirəm ki, sonra qalan səhhəti əl vermir. Bəzən bizim rayonlarda yaşayan, şəhərdə yaşayan ailələrimiz bəzən bura gələ bilmir. Amma mən onlara həmişə telefonla danışanda vurğulayıram ki, bizim cəmaatımız mütəmadi ziyarət olunur. Biləsiniz ki, bu müqəddəs ziyarətgah daim nəzarətimizdədir. Və ona görə də mən Allah Taaladan şəfaət edirəm Gülçörə xalaya və inşallah Banu balamızın gözəl günlərini görməyi nəsib eləsin deyirəm. Çox sağ olun, hər biriniz öz minnətdarlığımızı bildirin. Sağ olun, qurban. Bəli, indi rayonumuzun axundu Hacı Mehmana sözü verək. Şəhidlərimizin ruhuna dua oxusun. Allah bir daha şəhidlərimizin məqamını uca eləsin. Salli ala Muhammed və ali Muhammed
أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم يسبح لله ما في السماوات وما في الأرض الملك القدوس العزيز الحكيم هو الذي بعث في الأميين رسولا منهم يتلو عليهم آياته ويزكيهم ويعلمهم الكتاب وإن كانوا من قبل لفي ضلال مبين وآخرين منهم لما يلحقوا بهم وهو العزيز الحكيم ذلك فضل الله يؤتيه من يشاء والله ذو الفضل العظيم مثل الذين حملوا التوراة ثم لم يحملوها كمثل الحمار يحمل أسفارا بئس مثل القوم الذين كذبوا بآيات الله والله لا يهدي القوم الظالمين قل يا أيها الذين هادوا إن زعمتم أنكم أولياء لله من دون الناس فتمنوا الموت إن كنتم صادقين ولا يتمنونه أبدا بما قدمت أيديهم والله عالم بالظالمين قل إن الموت الذي تفرون منه فإنه ملاقيكم ثم تردون إلى عالم الغيب والشهادة وينبئكم بما كنتم تعملون يا أيها الذين آمنوا إذا نودي للصلاة من يوم الجمعة فاسعوا إلى ذكر الله وذروا البيع ذلكم خير لكم إن كنتم تعلمون فإذا قضيت الصلاة فانتشروا في الأرض وابتغوا من فضل الله واذكروا الله كثيرا لعلكم تفلحون وإذا رأوا تجارة أو لهوا انفضوا إليها وتركوك قائما قل ما عند الله خير من اللهو ومن التجارة والله خير الرازقين صدق الله العلي العظيم سبحان ربك رب العزة عما يصفون وسلام على المرسلين والحمد لله رب العالمين إلهي أنا عبد لإمام الحب فرد علينا لا والد لديه سنا ثم حسينا سادات آل رسول هو مبعوث علينا جبل ثم جسد من حسن أشرد عينا وصلى الله على أشرف الأنبياء والمرسلين والحمد لله رب العالمين آمين آمين يا رب العالمين آمين اللهم بلل آس الصواب ما قد قرانه من كتابك المجيد ولرحمكم من هذا الشهيد وشمل سليمان وجمع شهداء وطن وبحق حرمة السور فاتحة مع الصلوات اللهم صل على محمد وآل محمد
Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nestaîn. İhdinas sıratal müstakîm. Sıratellezîne en'amte aleyhim gayril mağdûbi aleyhim veleddâllîn. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad Allahus samed. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Allahümme salli ala Muhammed. Allah'u yaradan merhum şehidimiz Qəşəm Süleymanoğlu'na ve bütün şehitlerimize öz rəhmətini əta etsin. Allah qəbirləri ilahi nurla nura qərq eləsin. Allah Süleyman'ımız size, şehidimizi ve bütün şehitlerimize, əzizlerine səbr əta etsin. Allah bu anaların, bu ataların gözlerini yaşlı koyan erməni ve havadarlarına cezasını düçar etsin. Allah her bir zaman bayrağımızı dalgalandırsın, zirvelerden ucaldırsın. Allah Teala öz böyüklüğüne, vəhdətine xatır. Elimizi, obamızı, xalqımızı, Ali Başkomandanımızı hifz eləsin, Allah korusun. Allah Teala her birinizin gelen qədəmlərini savabla bəzəsin. Allah şəhidimizə və bütün şəhidlərimizə Peyğəmbər və Əhl-i Beyt ilə şəhidlərlə bərabər cənnət alada yerlərini bərkət. Amin, amin ya Rabbel alemin. Allahümme affilil mu'minine vel mu'minat ve müslümin. Hakkı Muhammedin ve leruhil mağfuril məlum. Həzə şəhid Qəşəm Süleyman və cəmi şuhada-i vətən ve bihak hürmeti suretil Fatiha salavat. Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nestaîn. İhdina sıratal müstakim. Sıratellezîne en'amte aleyhim gayril mağdûbi aleyhim veleddâllîn. Bismillahirrahmanirrahim. Kul huvallahu ahad Allahus samed. Lem yelid ve lem yulad ve lem yekun lehu kufuven ahad. Allahümme salli ala Muhammed ve ila rahmet. Allah rahmet